Tənasübün əsas xassəsi. Biz tənasübün nə olduğunu əvvəlki dərsdə öyrəndik. Yəni dedik, iki nisbətin bərabərliyinə tənasüb deyilir. Yəni A bölünsün B bərabərdir C bölünsün D və ya A bölünsün B bərabərdir C bölünsün D şəklində iki nisbətin bərabərliyi tənasüb adlanır. Və burada biz kənar və orta hədləri də öyrəndik. B ilə C orta hədlər, çünki ortada dayanıblar. Bunları fərqli rənglərlə qeyd edim. B və C. A və D isə kənardadır. A və D. Deməli, A və D kənar hədlər, B və C orta hədlər. Burada da yenə elə. A və D kənar hədlər, B və C isə orta hədlərdir. Yəni birinin surəti digərinin məxrəci kənardır. Digərinin surəti o birisinin məxrəci isə orta hədlərdir. Tənasübün xassəsi isə belədir. Tənasübün kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni kənar hədləri A vurulsun D bərabərdir orta hədlər B vurulsun C-yə. Burada isə kəsrlə yazdıqda isə kənar hədlər A ilə D-dir, orta hədlər isə B və C-dir. Yəni biz onda belə yadınız çarpaz şəkildə vururuq. Yəni A vurulsun D bərabərdir B vurulsun C. Sonra tənasübdə indi yazmışıq A, B və C, D. Deyirik ki, kənar hədlərin yerini və orta hədlərin yerini dəyişdikdə bərabərlik pozulmur. Yəni, bax, burada yazmışıq. A bölünsün B bərabərdir C bölünsün D-də. İndi kənar hədlərin yerini dəyişirək. Kənar hədlər D ilə A-dır da. Yazıram D bölünsün B bərabərdir C bölünsün A. İndi gəlin yoxlayaq, həqiqətən də bax, yenə də görürsünüz, AD bərabərdir BC alırıq. Yəni, kənar hədlərin yerini dəyişsək, bərabərlik pozulmur. Eyni qayda ilə orta hədlərin yerini dəyişsək, yazır A bölünsün C bərabərdir B bölünsün D. Yenə də görürsünüz, burada yazsaq, AD bərabərdir BC. Sonra məsələ bu tənasüblərdə birincilərin yerini dəyişə bilərəm. B bölünsün A bərabərdir, amma mütləq digərində yerini D bölünsün C. Yəni BC bərabərdir AD və ya B-nin A-ya nisbəti bərabərdir D-nin C-yə nisbəti şəklində də yaza bilərik. Yəni sonda o olsun ki, nəticə həmişə BC AD-dir. 5 nömrəli çalışmamızda deyir ki, tənasübün əsas xassəsinə istifadə etməklə nisbətlərin tənasüb əmələ gətirib gətirmədiyini müəyyən edin. Birincidə 15 bölünsün 10 9-un 6-ya nisbəti. Yəni, nə etməliyik? Kənar hədlər 15-i 6-ya vururam. 15 vurulsun 6 bərabərdir 90. 10-u 9-a vururuq. 10 vurulsun 9 bərabərdir 90. Bərabər olduğuna görə demək bu tənasübdür. 10-da 6 və 30-da 18. İndi burada isə çarpaz vururuq. 6 vurulsun 30 bərabərdir 180. 10 vurulsun 18 bərabərdir 180. Demək bu da tənasübdür. Yəni arada bərabərlik işarəsini qoyuruq. 0,6 bölünsün 4 və 3 bölünsün 20. Yəni 0,6-nı 20-yə vururuq. 0,6 vurulsun 20, 12. 4 vurulsun 3, 12. Demək bu tənasübdür. Yəni birinci tənasüb, ikinci tənasüb, üçüncü də tənasüb oldu. Dördüncü 5-də 3 və 75-də 45. Yenə çarpaz vururuq. 3 vurulsun 75 bərabərdir 225.
5 vurulsun 45. 45 bərabərdir 225. Demək, bu da tənasübdür. Növbəti 5-ci. 1,8 bölünsün 4 və 5-də 2 böl 3. Kənar hədlər 1,8-i vururuq 3-ə, 5,4. 4-ü isə vururuq 5-də 2. Olur 5-də 8, bu da 1,6. Bunlar bir-birinə bərabər olmadı deyə tənasüb deyil. Sonra 4-də 3-də 4 və 9-da 12. 9-u 4 vur 9, 36. 3 vurulsun 12, 36. Deməli, bu tənasübdür. 4-də 3 bölünsün 7-də 3 və 8-də 7 bölünsün 2-də 1. Kənar hədd 4-də 3 vurulsun 2-də 1 oldu 8-də 3. Orta həddlər isə 7-də 3 vurulsun 8-də 7. 7-lər ixtisar getdi, qaldı 8-də 3. Bərabər aldıq deyə bu tənasübdür. Və sonuncu 18-də 8. Sadələşdirsək, hər ikisi 2-yə bölünür. 9-da 4. Yox, daha doğrusu buna yox. Xassədən istifadə eləməliydik. 27-də 12. Çarpaz vursaq 8 vurulsun 27. 216. 18 vurulsun 12. Burada da 216. Deməli, hər ikisi bərabərdir deyə, bəli, bu da tənasübdür. Bircə bənd ödəmədir, qalan hamısı tənasüb. Nisbətlərin tənasüb əmələ gətirib gətirmədiyini yoxlayın. Tənasübdə uyğun hədlərini dəyişməklə yeni tənasüblər yazın. Yenə kənar hədlə 4 vurulsun 15 bərabərdir 60. 5 vurulsun 12 bərabərdir 60. Deməli, bu tənasübdür. Yəni, 4-ün 5-ə nisbəti bərabərdir 12-nin 15-ə. Biz bayaq dedik, kənar hədlərin yerini dəyişərək, yəni 15 böl 5 bərabərdir 12 böl 4. Bu da bir tənasüb və ya orta həddin yerini dəyişim. 4 bölünsün 12, 5 bölünsün 15. Yəni, həmin ədədlərdən istifadə edərək müxtəlif tənasüblər qurmuş olduq. B variantında 22-ni 26-ya vurmalıyıq. 22 vurulsun 26, 14-ü də 44-ə. 14 vurulsun 44. Biri 572, digəri 616 oldu deyə bu tənasüb deyil. Ona görə heç bunu dəyişməyə ehtiyac yoxdur. C variantında 1,2-ni 3-ə vururuq. 3,6. 1,8-i də 2-yə vururuq. Bu da 3,6. Deməli, bu tənasübdür. Yəni, 1,2 bölünsün 1,8 bərabərdir 2 böl 3. İndi kənar hədlərin yerini dəyişim. 3 bölünsün 1,8, 2 bölünsün 1,2. Orta hədlərin yerini dəyişək. 1,2 böl 2 bərabərdir 1,8 bölünsün 3. D variantında 1 bölünsün 2 və 6-da 1 bölünsün 3-də 1. Yəni, bunları 1 vurulsun 3-də 1 bərabərdir 3-də 1. 2 vurulsun 6-da 1 bərabərdir yenə 3-də 1. Demək, bu tənasübdür. Yəni, 1 böl 2 bərabərdir 6-da 1 bölünsün 3-də 1. İndi yenə kənar hədləri dəyişim. 3-də 1 böl 2 bərabərdir 6-da 1 böl 1. Orta hədləri dəyişək. 1 bölünsün 6-da 1 bərabərdir 2 bölünsün 3-də 1. Yəni, bir tənasübə uyğun əlavə 2 dənə də tənasüb yazmış olduq. 7-də tənasübün əsas xassəsindən istifadə etməklə məhsulu tapın. A variantı 6 vurulsun 28 bərabər olmalıdır. X vurulsun 12. Buradan x-i tapsaq, bax, vuruq. Bu, deməli, bu vuruq birincilər. Yəni, x da bir vuruqdur. 12 də vuruqdur. 6 vur 28 isə hasildir. Onu tapmayın. İndi nə etməliyik?
Məchul vurğu tapmaq üçün hasili, yəni 6 vurulsun 28-i bölürük 12. 6 ilə 12, hər ikisi 6-ya bölünür, 2, 1. 28-i böldük 2-yə, 14. B variantı 2-nin 9-a bərabərdir x-in 63-ə. Yenə çarpaz vururuq burada. 9x bərabər olur 2 vurulsun 63. Onda x bərabərdir 2 vurulsun 63 böl 9. 63 9-a bölündü 7 dəfə. 2-ni də 7-yə vururuq 14. C-də 3-ü 8-ə vurmalıyıq. 3 vurulsun 8 bərabərdir 4 vurulsun y. Y bərabərdir 3 vurulsun 8 böl 4. 1, 2, 3'ü də 2'ye 6. D'də isə çarpaz vururuq. 21 vurulsun y bərabərdir 35 vurulsun 5. Y bərabərdir 35 vurulsun 5 böl 21. 35 ilə 21 hər ikisi 7-yə bölünür. 5, 3, o da bərabərdir 25 bölünsün 3. Belə də saxlaya bilərik. Qarışıq ədəd kimi də 8 tam 3'də 1 şəklində də yaza bilərik. Y variantı 7 vurulsun x bərabərdir 3 vurulsun 5. X bərabərdir 3 vur 5 böl 7. Yəni 15 böl 7. Bu da 2 tam 7'də 1. F variantında çarpaz vururuq. M vurulsun 12 bərabərdir 3 vurulsun 35. M bərabər olur 3 vurulsun 35 böl 12. 3, 12 hər ikisi 3'ə bölünür. 4, 1, 35 bölünsün 4. Bu da 8 tam 4'də 3. Hətta bu 8 tam %75 kimi də yaza bilərik. G variantında M vurulsun 4 bərabərdir 1 tam onda 2 vurulsun 5. Yəni M bərabərdir 1 tam onda 2 vur 5 böl 4. 1 tam onda 2 4'ə bölün 0 tam onda 3. 0 tam onda 3'ü də 5'ə vurduq. 1 tam onda 5. H-da x üstə gəl 2 vurulsun 3 bərabərdir 2 vurulsun 6. X üstə gəl 2 vurulsun 3 bərabərdir 12'yə. X üstə gəl 2 bərabərdir 12 böl 3. X üstə gəl 2 bərabərdir 4. X də bərabərdir 4 minus 2x da bərabərdir 2. Səkkizdə verilmiş bərabərliyə görə müxtəlif tənasüblər yazın. A variantında 6 vurulsun 8 bərabərdir 4 vur 12. Demək, bunlar kənar hədd götürsəm 6, 8 kənar hədd kimi götürək. Orta hədlərdə 4 və 12 olsun. Baxaq, bax 6 vurulsun 8, 4 vurulsun 12. Və ya belə yazarıq. 6 böl 4 bərabərdir 12'nin 8'ə nisbəti. B variantında kənar hədləri 9 və 16 götürsək, orta hədlərimizdə 9, 16, orta hədlərimizdə 18 və 8. Yəni 9'un 18'ə nisbəti bərabər olur 8'in 16'ya nisbəti. C-də kənar hədləri 3, 12 götürsək, orta hədlərdə 4 və 9. Baxaq, 3'ün 12'yə, 4'ün 9'a hasili. Yəni 3'ün 4'ə, 9'un 12'yə nisbəti. D variantında 2 ilə 15'i kənar götürsək, 3 ilə 10'u isə orta hədd kimi. Yəni 2'nin 3'ə nisbəti, 10'un 15'ə nisbəti. Bunu 2'nin 3'ə, 10'un 15'ə nisbəti. Verilən ədədlərdən istifadə etməklə mümkün tənasübləri yazın. Baxaq görə hansıları bir-birinə vurduqda bərabər olur. 2-2 götürsək. Buradan baxanda görürəm 4'ün 10'a hasili, 5'in 8'ə hasili 40'dır.
Deməli yaza bilərəm. 4-ün 5-ə nisbəti bərabərdir 8-in 10-a. Baxaq, bax 4 vurulsun 10, 40, 5 vur 8, 40. Və ya 4-ün 5-ə nisbəti 8-in 10-a nisbəti. A bəndi. B-də 6 ilə 12-ni 8-dən 9, bəli 72 edir. Yəni 6-nın 8-ə yazaram, 9-un 12-yə nisbəti. 6-nın 8-ə, 9-un 12-yə nisbəti. Yerlərini dəyişib də yaza bilərsiniz. Məsələn, kənar hədləri dəyişərəm. 12-nin 8-ə bərabərdir 9-un 6-ya. Yenə 12 6-ya 72, 8-i 9-a 72 olur. C-də 8 ilə 2, 8-in 2-yə nisbəti. Amma burada indi 16-nın 1-ə nisbəti yazmalıyım. 16-nın 1-ə nisbəti. Burada düz olmadı, çünki cavabımız yanlış oldu. Elə eləməliyik ki, bunun buna hasili, bunun buna hasili olur. Deməli, 8 ilə 2 kənar hədlər olsun. 1 ilə də 16 orta hədlər. Baxaq indi 8, 2, 16, 1-i 16-ya 16. Yəni yaza bilərəm 8-in 1-ə nisbəti, 16-nın 2-yə nisbəti və ya 1-in 8-ə nisbəti, 2-nin 16-ya nisbəti. D variantında isə baxaq hansılar. 3-ü 8-ə 54, 2-ni 27, 54. Deməli, 3 ilə 18 kənar olsa, 2 ilə də 27 orta hədd. Yəni 318-ə vurduq 54, 2-ni 27. Yəni 3-ün 2-yə nisbəti, 27-nin 18-ə nisbəti. Və ya dəyişə bilərik. Yəni kənar hədləri, orta hədləri dəyişərək də digər tənasübləri də yaza bilərsiniz. Onda şərtə uyğun 3 tənasüb qurun. A variantı, kənar hədləri 6, 10. Yazıram, bax, kənara 6, 10. Yəni ortada elə bir ədədlər yazmalıyam ki, hasili 60 olsun. Mesela yazaram 5, 12. Baxın, 6-nı 10-a vurduq 60, 5-i 12-yə 60. Digərlərini də özünüz yazarsınız. B bəndində orta hədləri 5, 8, 8. İndi mən bu kənarları tapmalıyım. Deməli, 5-i 8-ə vuranda 40 edir. Elə ədədlər seçməliyəm ki, hasili 40 olsun. 4, 10 seçərəm. 5-i 8-ə 40, 4-ü 10-a 40. C variantında kənar hədləri 8, 20, 20. 8, 20, 160 olur. Elə ədədlər seçməliyəm ki, 160 olsun. 4, 40. Baxın, 8, 20-yə 160, 4-ü 40-a 160. D-də orta hədlərin hər ikisi 6. 6, 6. Yəni 36 olan ədədlər. 9, 4. 9-u 4-ə vurarıq 36-ya. 6-nı 6-ya 36. Mən hərəsindən bir nümunə göstərdim. Digərlərini də özünüz buna uyğun yaza bilərsiniz. 11. Boş xanaya elə ədəd tapın ki, alınan 4 ədəddən tənasüb qurmaq mümkün olsun. Hər üçlük üçün neçə müxtəlif ədəd seçmək olar? Fikrinizi əsaslandırın. 2 və 5-i götürsəm 10. Burada bir 10 yazaram. Hasil 10 olsun. Deməli, 1-in 2-yə nisbəti bərabərdir 5-in 10-a nisbəti. Bu bir tənasübüm olar. Başqa hasil 10 olması üçün yalnız kəsirlə yaza bilərik. Digərində 3-ü 14-ə vurduq. Elə olmalıdır ki, 3-ün 14-ə hasili bu 42 oldu. Bura 6 yazsam, 7-nin də 6 hasili 42 olacaq. Yəni 7 bölünsün 3 bərabərdir 14 bölü 6. Hər ikisi 42 oldu. Başqa variantda yazmaq olar.
27 ilə 3 21 eləyir. 14 ilə hər hansı bir ədəd yoxdur ki 21 olsun. 7 ilə 14'ü götürsək, yəni bir-bir o ədədləri yoxlaya bilərsiniz ki, başqa hansı, məsələn C variantında başqa üzərində göstərim digərlərində. Ta ki 5 ilə 2 ilə 5'i seçsəm 10 olur. 6'nı nəyəsə vuranda 10 eləmir. Yəni ona görə bunu seçə bilmirəm. 2 ilə 6'nı seçsəm 12 olur. 12. 12'ni 5'e böləndə 2,4. Yəni bura onluq kəsir kimi seçə bilərik. 2,4. Yəni 2 6'ya 2'nin 6'ya 5'in 2,4'e. Bunu seçsək, elə eləyək ki 2'nin 6'ya hasilə 2 ilə 6 kənar hədlər olsun. 5 ilə 2,4 orta hədlər. Yəni 2'ni 6'ya vurduq. 12, 5'i də 2,4'e vurdum. 12. Veya necə seçəm? 5'i 6'ya vursaq 30. Buraya elə bir şey seçək ki 2'ni də 5'e vuranda 30 olsun. Onda 2 ilə 15'e kənar hədlər desəm, 5 ilə 6'ya da orta hədd desək, bəli, 2'ni 15'e 30, 5'i 6'ya 30. Yəni mümkün bir neçə variant yazmaq olar. D variantında 3 ilə 6 18, burada 2 yazsam alınır. Demək 3 ilə 2'ni 3 ilə 6'nı kənar götürək. Buraya 2 yazdıq. 3 ilə 6 18, 9 ilə 2 də 18. Onda 3 ilə 6'nı kənar götürsək 9'dan 2 də 9 bərabərdir 2 böl. Baxaq 3 ilə 6 18, 9'dan 2 də 18. Sonra kənar hədlərin, orta hədlərin yerini dəyişib də yaza bilərik. Və ya burada 6 ilə 9 54, 3 ilə 18. Yəni bura 18 yazsaq da 3, 6, 9, 18. 6 ilə 9 54, 3 ilə 18 54. Bunlardan da tənasüb qura bilərsiniz. Yəni elə cütlük seçməliyik ki, hasilləri bir-birinə bərabər olsunlar. Yəni boşluğa həmin ədədi yaza bilərsiniz. 12-ci sualda suallara cavab verin. Düzbucaqlının uzunluğu və eni 4/3 nisbətindədir. Düzbucaqlının uzunluğu 6 metr olarsa, uzunluğun enə nisbəti, deməli uzunluq 6'dırsa, eni nə qədərdir? Enə də x yazarım. Yəni uzunluq birincidir deyə birinci yerdə yazdıq. En də ikincidir deyə bunu da tənasübün xassəsindən istifadə edib yazarıq. 4x bərabərdir 3 vurulsun 6. Yəni x bərabərdir 3 vur 6 böl 4. 4 ilə 6 hər ikisi 2'ye bölündü. 2, 3. 9'u da 2'ye böldük. 4,5. B variantı. Samir'in yaşı ilə bacısının yaşı 3/2'dir. Bu Samir, bu da bacısı. Samir'in 12 yaşı varsa, yəni 3/2 bərabərdir. Samir birincidir, 12, bacısının neçə yaşı var? Yenə tənasübü qursaq, kənar həddin hasili, yəni 3 vurulsun x bərabərdir 2 vurulsun 12. Buradan 3x bərabərdir 24, x də bərabərdir 8. Həqiqətən görürük ki, Samir 4 dəfə artıbsa, bacısı da 4 dəfə artmalıdır, 8 olmalı. Sinifdə 10 qız var. Oğlanların sayı ilə qızların sayı 6/5. Oğlanlar, qızlar. Sinifdə də 10 qız var. Yəni 6 oğlan böl qız bərabərdir. Oğlan x, qız da 10. Buradan yenə tənasübün kənarı 6 vurulsun 10 bərabərdir 5 vurulsun x. Qız da 6 vur 10 böl 5, 12.
Həqiqətən də görürük, qızlar 2 dəfə artıb 10 olubsa, oğlanlar da 2 dəfə artıb 12 olacaq.